Verilişin baş sponsoru Modern Hospital, sponsoru Canbebe uşaq bezləridir. Salam, hər vaxtınız xeyirli olsun istəyir tamaşaçılar. Sağlamlığına dəyər verən hər bir kəsi ekran qarşısına dəvət edirik. Çünki bugün söhbət sağlamlıqdan gələcək. Və həmişə olduğu kimi verilişimizə başlamamışdan əvvəl bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq Olsun proqramına Modern Hospitalın baş sponsoru ilə baxırsınız. Modern Hospital, modern texnologiya ilə tam təchiz olunmuş, müasir müalicə verən klinika deməkdir. Əgər sizin səhhətinizdə hər hansı bir problem varsa, heç bir tərəddüd etmədən Modern Hospitala müraciət edə bilərsiniz. Modern Hospital özəl xəstəxanası tibbin ən yeni nailiyyətləri ilə xalqımızın xidmətindədir. Dünya standartlarına cavab verən hər növ müasir avadanlıqlar, bütün növ müayinə və müalicələr, laborator təhlillər, təcili tibbi yardım, təbabətin modern ünvanı Modern Hospital. Hörmətli tamaşaçılar, verilişimizin digər sponsoru isə Canbebe uşaq bezləridir. Canbebe bezləri birinci növbədə körpənin sağlamlığını və anaların rahatlığını düşünür. Ontex'ten elastik Canbebe'ni sına. Bebek sen bak keyfine, takıl sen popona göre, özgürlük senin elinde. Elastik Canbebe'yle takıl sen popona göre, elastik Canbebe'yle. Dinlenen Canbebe, elastik yan bantları sayesinde uşaqlarınızın bədənini tam şekilde sarıyar, sızmaların qarşısını alar və rahat hərəkət etməsinə şərait yaradar. Ontex'ten Canbebe. Hörmətli tamaşaçılar, verilişimizin növbəti bölümünə keçid alırıq. Bu bölümdə mövzumuz nevrologiyadır. Sinir sisteminin xəstəlikləri. Ümumiyyətlə, tibbdə belə bir deyim var. Hər bir xəstəliyin başında sinir sistemi durur. Sinir sistemi pozulan zaman sinir sisteminin idarə etdiyi digər orqan və sistemlərdə də xəstəliklər yaranır. Və təbii ki, bugün sinir sisteminin xəstəliklərin artmağının, bunun yaranma səbəblərinin, ümumiyyətlə, geniş profili bu sinir sisteminə məxsus xəstəliklərin meydana gəlib və bunun müalicəsinin daha ətraflı sizə çatdırmaqdan ötürü studiyamıza qonaq dəvət etmişik və studiyamızın qonağını sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonağı Modern Hospitalın həkim nevropatoloqu Elçin Piriyevdir. Elçin mənim, studiyamıza xoş gəlmişsiniz. Çox sağ olun, xoş gününüzə gələk. Sinir, mən indi giriş olaraq verdim tamaşaçılarımıza. Sinir sisteminin xəstəlikləri çox genişdir. Və bu barədə nəinki saatlarla, günlərlə danışmaq olar, amma bəs eləməz mən elə gəlir. Amma çalışaq ki, bu bizə verilən bu zaman ərzində maksimum informasiya verməyə çalışaq. Ümumiyyətlə, bax, sinir sisteminin xəstəlikləri ən çox hansı şikayətlərlə müraciət edir həkimə xəstələr? Demək, sinir sistemi xəstəlikləri bayaq da dediniz, yəni çox zəngindir xəstəliklərin növünə görə. Əsas baş ağrıları ilə, baş ərləmələri ilə, əsəblə, qorxu ilə, həyəcanla, yəni son dövrlərimizdə bununla müraciət edirlər. Amma mən istərdim bugünkü mövzumuzu həsr eləyə periferik sinir sisteminin xəstəliklərinə. Periferik sinir sistemi nədir? Mərkəzi sinir sistemindən xaric olan hissəyə periferik sinir sistemi deyilir. Yəni, mərkəzi sinir sistemi dedikdə baş beyin və onurğa beyin nəzərdə tutulur. Amma bunlardan xaricdə yerləşən sinirlər isə periferik sinir sistemi adlanır. Bunlara sinir kökləri, sinir şələfləri, sinir düyünləri də aid olunur. Periferik sinir sisteminin xəstəliklərini bir çox insanlar gündəlik həyatlarında öz üzərində görə bilirlər, lakin bunun fərqinə varmırlar, əhəmiyyət vermirlər. Bunların içindən mən polinevropatiyaları, polinevritləri və tunel nevropatiyalar haqqında və miopatiyalar haqqında danışmaq istərdim. Demək, tunel nevropatiyası dedikdə nəyi nəzərdə tuturuq? Adından da göründüyü kimi, ümumiyyətcə sinirlər, bütün sinirlər müəyyən bir kanallardan keçir. İstər sümük kanalından, istər əzələ kanallarının, vətər kanallarının arasından keçir və bəzi patoloji proseslər zamanı həmin o sinirlər o kanallarda sıxılır və başlayır insan həyatında bir xəstəlik yaratmağa, bir diskomfort, narahatçılıq verməyə. Bunlardan ən geniş yayılanı və ən çox təsadüf olunan karpal və kubital tunel sindromları haqqında danışmaq istərdim. Demək, karpal tunel sindromu nədir? Karpal tunel, yəni bilək nahiyəsində orta sinir keçir. Orta sinirin sıxılması nəticəsində
yaranır. Bu orta sinirdə bizim 3 barmağımızı, baş barmaq və onun yanında yerləşən 2 barmağın həm hissi, həm hərəki funksiyalarını tənzimləyir. Demək, bu sinir əgər bilək nahiyəsində sıxılarsa, bu adətən kimlərdə olur? Bilək nahiyəsində travma almış insanlarda, xüsusi sıxıcı paltar, yəni köynək geyən və digər sıxıcı paltarlardan istifadə edən adamlarda və peşə ilə əlaqədar, hansı ki, onlar daimi biləklərini bükülü vəziyyətdə saxlayırlar və yaxud da hansısa bir məcburi vəziyyətdə saxlayırlar. Çilingərlərdə ola bilər, hansı ki, ağır boltları açırlar və s. və ilaxıra. Simptomlarından danışmaq istəyərdim. Əsas simptomları, bayaq da dediyim kimi, 3 barmaqda keyləşmədəndir. Xüsusilə də axşam yatanda güclü keyləşmənin və ağrının xəstələri yuxudan oyatmasıdır. Bundan əlavə, bu hissi simptomlardır. Hərəki simptomlar meydana çıxır, xəstəlik irəlilədikcə, həmin bu 3 barmaqda əzələ gücü zəifləyir. Xəstələr o 3 barmağı ilə adi götürdükləri əşyanı götürə bilmirlər. Özləri də hiss edirlər ki, əzələ gücü zəifləyib və biraz da irəliləyən hallarda isə həmin əzələlərdə arıqlamada qeyd oluna bilir. Mən tövsiyə eləyərdim ki, əgər pasientlərimiz görürlər ki, sırf həmin o 3 barmaqda ağrı, keyləşmə, əzələ gücünün zəifləməsi və gecə yuxudan onları güclü ağrının, keyləşmənin oyatması mütləq nevropatoloqlara müraciət eləsinlər. Bu bizdə oldu karpal tunel sindromu və səhvən bəzən bu sindrom osteoxondroz kimi illərlə müalicə olunur. Bunun müalicəsindən demək istərdim. Əsas burada masaj, fizioterapiyalara üstünlük verilməlidir. Əgər effekt olmazsa, həmin kanallara steroid iynələr vurulmalıdır. Bunun da effekti olmazsa, bu əməliyyat vasitəsilə aradan qaldırılmalıdır. Əməliyyat çox kiçik bir əməliyyatdır. Narkoz verilmədən də aparıla bilər. Həmin kanal, yəni bilək dahiyəsindən kiçik kəsik aparılır, sinirin ətrafı təmizlənilir sıxıcı toxumalardan və xəstələr əvvəlki sağlam vəziyyətinə qayıdırlar. Hissiyatları da bərpa olunur, əzələ gücü də bərpa olunur. İkinci kubital tuneldən danışmaq istəyirəm. Yəni dirsək tunel sindromu, yəni bunun tərcüməsi belədir. Əsas 2 barmaq, dirsək tərəfindən olan 2 barmaq. Bu barmaqlarda keyləşmə, uyuşma, bəzən bunu gizildəmə kimi belə ifadə edirlər pasientlərimiz, qeyd olunur. Burada da həmçinin əzələ gücü zəifliyir, arıqlama müşahidə oluna bilər, hətta barmaqlarda büzüşmə belə bir forma ala bilər. Demək, simptomlar eynidir, sadəcə olaraq barmaqlarda yəni yerini dəyişir, fərqlidir. Müalicə tipləri də eynidir. Yəni, vaxtımız çox qısa olduğu üçün daha geniş danışmıram. Keçək polinevropatiyalara. Adından görsəndiyi kimi poli, yəni bədəndə yerləşən bir çox sinirlərin simmetrik zədələnməsidir. Bu əsasən autoimmun proses nəticəsində, yəni səbəbsiz olaraq yarana bilər. Yəni, immun sisteminin normal işləməməsi, düzgün işləməməsi səbəbindən və digər somatik xəstəliklər nəticəsində. Somatik xəstəlik deyəndə, misal üçün, diabet xəstəliyini, şəkərli diabet xəstəliyi zamanı, böyrək çatışmamazlığı zamanı, alkoqoldan su istifadə zamanı yarana bilər. Yaranmanın əsas səbəbi toksiki maddələrin birbaşa sinirə təsir etməsidir. İlk öncə daha geniş yayılmışından danışım, diabetik polinevropatiyalar. Yəqin ki, indi şəkəri olan insanlar mənə baxırlarsa, bu simptomları özlərində görəcəklər. Əllərdə və ayaqlarda keyləşmə hissindən, uyuşma hissindən, xüsusilə axşam yatanda ayaqlarda buzdama, sanki belə hiss eləyirlər, ayağımı elə bir qarın içinə qoyublar, iynə batırırlar ayağıma. Amma gəzərkən bu simptomların azalması, yəni hərəkət etdikdə qan dövranı yaxşılaşır deyə, ona görə bu simptomlar azalır. Demək, simptomlar özünü göstərə bilər sırf hissi formada, bayaq mən saydıqlarım və hərəki formada. Hərəki formada olanda xəstələr görəcəklər ki, əllərində, ayaqlarında əzələ gücü zəifləyib. Onlar hər gün gördüyü işləri görə bilmirlər. Misal üçün, adicə bir çayındakı bir qaz plitəsinin üstünə qoya bilmirlər, bir qazanı bir yerdən başqa yerə qoya bilmirlər, açarla qapını aça bilmirlər, ayaqqablarının bağını bağlaya bilmirlər və s. və ilaxıra. Yəni, böyük güc tələb etməyən işləri görə bilmirlər. Çünki əzəllər artıq gücdən düşür. Və bununla yanaşı hissi simptomlar da olur. Bayaq saydığım keyləşmə, uyuşma, iynə batma filan. Digər bir forması da var ki, bunlarla yanaşı, bu saydığım simptomlarla yanaşı vegetativ forma. Vegetativ forma nə deməkdir? Yəni, təzyiqin düşməsi müşahidə oluna bilər bu xəstələrdə, sidik ləngiməsi, qəbizlik yarana bilər. Yəni, bu yaxud qeyd etdiyimiz şikayətlərdən əlavə olaraq ya onlarla yanaşı? Yox, onlarla yanaşı. Yanaşı. Çünki hansı sinirlərin, sinirlərimiz ümumiyyətcə 3 qrupa bölünür funksiya etibarilə. Hissi sinirlər, hərəki sinirlər və vegetativ sinirlər. Yəni, hansı liflərin daha çox zədələnməsindən asılı olaraq bu özünü göstərir. Amma bəzi pasientlərimiz olur ki, bu 3 sinirin üçü də zədələndiyi üçün bunlar bərabər özünü biruzə verir.
Misal üçün, bu saydığım bu keyləşmə, əzələ gücü zəifləməsindən əlavə xəstələrin təzyiqi tez-tez düşür. Sidik ləngiməsi baş verir. Yəni, onlar sidik ifrazını normal icra edə bilmirlər və yaxud da qeyri-iradi sidik ifrazı baş verə bilər. Həmçinin düz bağırsaqda da, yəni qəbizlik və əksinə bu hallar baş verə bilər. Belə, bu uzada bilərik o mövzunu, amma yenə də vaxtımız qısa olduğu üçün keçim ikinci bir formasına. Uremik polinevropatiyalara. Uremik polinevropatiyalar əsasən böyrək çatışmamazlığı olan insanlarda təsadüf olunur və dializ xəstələrində, yəni dializ prosedurasını qəbul edən xəstələrdə bu zamanda qanda toplanan şılaqlar, hansı ki, böyrək tərəfindən normal olaraq xaricə atıra bilmir, sinir toxumasını zədələyir. Bayaq saydığım əlamətlər bunda da olur. Sadəcə olaraq, bunda yeganə kardinal əsas əlamət odur ki, birinci növbədə çəki və təzyiq hissiyatı itir. Yəni, xəstələr əllərinə götürdükləri çəkinin nə qədər olduğunu bilmirlər və yaxud da təzyiq etdikdə nə qədər təzyiq etdiklərini duya bilmirlər. Və yaxud da onların əlinə, ayağına təzyiq olunanda o təzyiq hissiyatı itir onlarda. Və digər simptomlarda hərəki hissi pozğunluqlar müşahidə olunur. Və alkoqoldan su istifadə etmiş şəxslərdə alkoqolun toksiki təsirindən və alkoqoldan su istifadə edən zaman B12 vitamini və B1 vitamini orqanizmdə azalır. Buna görə həmin bu simptomlar yarana bilər. Hansı ki, onlarda diabet və digər bir xəstəlik yoxdur, amma alkoqoldan su istifadə etmə var. Yenə də hissi hərəki zəifliklər, gücsüzlük özünü biruzə verir. Bu xəstəliklər normal vaxtında müalicə olunmadıqda artıq arıqlama baş verir. Yəni, ayaqlarda və əllərdə əzələ toxuması əriməyə başlayır. Üstünə tez düşülərsə, tez müdaxilə olarsa qarşısı alınır və hətta tam sağalmaya qədər xəstələr imkan əldə edə bilərlər. Amma gec düşülərsə, hansı ki, əzələlər artıq arıqladı, artıq geri dönməz proseslər baş verə bilər. Məsləhət görərdim ki, bu hallar qeyd olunarsa tezliklə müraciət eləsinlər. Saydığım bu simptomlar müşahidə oluna bilər miopatiya xəstələrində. Özünü bu cür əzələ zəifliyi, əzələlərdə arıqlamaq və müəyyən adi hərəkətlərin icra olunmasında çətinlik yaratmaq kimi göstərə bilər özünü. Lakin bunları fərqləndirmək üçün elektroneyromiyoqrafiya müayinəsindən istifadə olunur. Ümumiyyətcə, elektroneyromiyoqrafiya müayinəsi bizim respublikamızda çox az, yəni barmaqla sayılası klinikalarda fəaliyyət göstərir. Onun əsas, onu qeyd eləmək istəyirəm. Bizim klinikamızda, Modern Hospital klinikasında bu müayinə fəaliyyət göstərir. Nədir bu müayinənin üstünlüyü? Müayinənin üstünlüyü ondan ibarətdir ki, periferik sinirlərdə, əzələlərdə gedən patoloji proseslərin və onurğa belinin ön buynuzlarında yerləşən patoloji prosesləri qiymətləndirir. Yəni, bu şikayət, bu sinir sistemi ilə əlaqədardır, yoxsa əlavə bir xəstəliklə əlaqədardır? Bunu diferensiasiya etməkdir. Demək, parazilər, yəni hərəkətin pozulması, hərəkətin mümkün olması mərkəzi sinir sistemi ilə də əlaqədar ola bilər, periferiklə də və əzələ ilə də bağlı ola bilər. Bu müayinənin üstünlüyü ondadır ki, bizə məlumat verir. Burada proses əzələdə gedir, yoxsa sinirdə gedir. Və yaxud da sinirdə gedirsə, hansı formada gedir? Hissi formada gedir, hərəki formada gedir və biz də müalicəmizi onun üstündə qururuq. Çünki bəzən bir yaxda dedim, miopatiyalar özünü elə göstərir ki, sanki bizə elə gəlir ki, bu polinevropatiyadır. Amma elektroneyromiyoqrafiya müayinəsi qızıl bir metoddur ki, bizim üçün bizə konkret olaraq sonda məlumat verir ki, bəli, proses sinirdədir və yaxud da əzələdədir. Biz də spesifik müalicəmizi onun üstündə qururuq. Belə, digər üstünlüyü də ondan ibarətdir ki, mən həkimlərimizə də müraciət etmək istərdim. Həm nevropatoloqlarımıza, həm travmatoloqlarımıza, ortopedlərimizə sinirlərin kəsilməsi zamanı, müxtəlif avtomobil və digər məişət travmaları zamanı ətrafın tamam qırılır və yaxud da tikilir, sinir qırılır, tikilən zaman yəni izləməyə imkan verir bizə. Tikilən sinir nə dərəcədə bərpa olunub? Hər ay bu yoxlanılmalıdır ki, aydan aya bərpa prosesi gedirmi, getmirmi və yaxud da həkimin proqnozuna görə normal gedir, yoxsa ləngiyir. Yəni, bu belə üstün xüsusiyyətləri vardır. Tövsiyə edərdim, yəni o müayinədən keçsinlər və bununla yanaşı digər həm laborator və digər diaqnostik vasitələrdən istifadə eləməklə həm tunel nevropatiyaların, həm polinevropatiyaların, miopatiyaların diaqnozunu qoymağa imkanımız var. Hörmət tamaşaçılar, verilişimizin bu anında bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq Olsun proqramına Modern Hospitalın baş sponsoru ilə baxırsınız. Modern Hospitalda fəaliyyət göstərən Modern Laboratoriya
sizin müayinələrin nəticələrinin doğruluğuna 100% zəmanət verir. Ümumi cərrahiyyə, endokrin cərrahiyyə, gastroendoskopiya, artroskopik cərrahiyyə, uroloji əməliyyatlar, qulaq, burun, boğaz cərrahiyyəsi, flebologiya, neyrocərrahiyyə, plastik, estetik və rekonstruktiv cərrahiyyə, reanimasiya və anesteziologiya xidməti. Təbabətin modern ünvanı Modern Hospital. Doktor, bax, sadaladığınız periferik neuropatiyalar. Həqiqətən fərqli simptomlar var. Bu tək sinir sistemi ilə bağlı deyil, eləcə də digər məsələn bir xəstəliyin də səbəbində ola bilər. Bunların sonunda, yəni xəstəlik xroniki hal davam edərsə, insan mənfi təsirlərə uzun müddət məruz qalarsa, qeyd etdiyimiz bu periferik problemlə yanaşı mərkəzi sinir sisteminin də problemləri qoşulur. Heç xəstəlik olmasa belə nevrozlar yaranır. Yəni, insan sanki həyatından bezir. İnsan xəstəlikdən bezir. Müxtəlif, siz qeyd etdiyiniz kimi, yəni burada sahə tutalım, əl keyiyib, gedir damar həkiminin yanına, gedir başqa profildə həkimlərə və həkimlərə qarşı bir inamsızlıq yaranır. Halbuki bircə elektromiyografik müayinədən keçərsə, bilinər ki, bu ağrının səbəbi nədir? Bəli. Və insanlarda bir nevroz yaranır. Və bugün tək bu ağrıyan yox, eləcə də yaşadığımız mühit, yaşadığımız cəmiyyət elə bir cəmiyyətdir ki, tək Azərbaycanda deyil, dünyanın hər bir yerində nevrozların sayı sürətlə artır. Bax, bu barədə nə deyə bilərsiniz? Demək, ilk öncə nevrozlar və nevrotik vəziyyətlər haqqında onu deyim ki, nevrozlar sinir sisteminin funksional bir xəstəliyidir. Bu nə deməkdir? Yəni, sinir sistemində orqanik bir patologiya yoxdur. Yəni, beyin toxumasının və periferik sinirlərin zədələnməsi yoxdur. Sadəcə olaraq insanların psixologiyasında, xüsusilə də emosional həssas insanların, ləbil insanların psixologiyasında dəyişikliklər baş verir. Bunun hazırki dövrümüzdə əsas yaranma səbəbi stres yükünün həddindən artıq çox olmasıdır. Stres yükü dedikdə nə nəzərdə tutulur? Həm fiziki işin, həm zehni işin artıq olması və istər ailədə, istər işdə gərginliklər, keçirdilmiş müəyyən mənfi emosiyalar, bunlar daxildir. Demək, nevrozların bir çox formaları var və onlar özünü bir çox hallarla göstərir. Mən istərdim ilk öncə astenik nevroz haqqında danışım. Asteniya sözünün mənası üzülmə deməkdir. Yəni, bu üzgünlük nevrozudur. Bu nevrozu olan insanlar halsızlıqdan, ümumi zəiflikdən əziyyət çəkirlər. Bir 10 dəqiqə öz adi işləri, ev işləri ilə və yaxud da ki, iş yerində işlə məşğul olandan sonra güclü yorğunluq, yuxu hissi gəlir bunlara. Xəstəlik ilkin olaraq belə başlayır. Get-gedə bu yorğunluq hissi o qədər artır ki, onlar işə getmək istəmirlər, adi ev işləri ilə məşğul olmaq istəmirlər. Sonradan bunlara yanaşı əlamətlər qoşulur. Bunlar baş ağrıları, baş ərlənmələri, əzəllərdə gərginlik, əllərdə əsmə, qorxu, həyəcan, sonra boğulma hissi, hava çatışmamazlığı hissi müşahidə olunur. Bundan əlavə, bu xəstəliyə müdaxilə olunmarsa, nevropatoloqlara və müraciət olunmazsa və yaxud da digər terapevtlərə müraciət olunur, spesifik müalicə almır xəstələr, xəstəlik irəliləyir və depressiv nevroza çevrilir. Yəni, onların bu vəziyyəti onları başlayır düşündürməyə ki, mən niyə belə oldum, niyə mən sağalmıram, ağır bir xəstəliyim var, sağalmaz bir dərdə düçar olmuşam və depressiyalar başlayır. Artıq depressiv nevrozla başlayanda xəstəlik daha da kəskinləşir, daha da ağır bir formaya keçir. Sonradan depressiv nevrozdan sonra xəstələrdə fobiyalar başlayır. Misal üçün, başlayır başqa orqanlarından şübhələnməyə. Ürək nevrozu, qaraciyər nevrozu və s. əlamətlərlə özünü bir üzə verir. Başlayır, ürəyim ağrıyır, bir neçə kardioloq yanında olur, gastroenteroloq yanında olur və s. və ilaxıra. Digər bir nevroz haqqında danışmaq istərdim. Sarışan hallar nevrozu. Sarışan hallar nevrozu da çox geniş yayılmışdır. Demək, amma bu sarımaq sözündən götürülüb. Yəni, hansısa bir fikri, hansısa bir hərəkəti təkrarlamaq deməkdir. Misal üçün, sarışan fikirlər dedikdə nəyə nəzərdə tuturuq? Bəzi xəstələr hansısa bir sözü, cümləni salır beyninə, onu beynində bir 50 dəfə təkrarlamalı. Təkrarlanmasa rahat olmur. Ona elə gəlir ki, bu cümləni təkrarlanmasa, nəsə bir pis hadisə baş verəcək və yaxud da uğursuzluq baş verəcək və yaxud da ki, yəni, heç uğursuzluq yox, müəyyən bir ritual fikirləşir. Yəni, rahatlaşır onu eləyəndən sonra. Sarışan hərəkətlər dedikdə, xəstə hansısa bir hərəkəti təkrar eləməlidir.
Tutalım, əlini divara bir 30 dəfə, 40 dəfə vurmalıdır. Və yaxud da 3 dəfə yolun bu üzündən o bir üzünə keçib əlini hansısa bir dirəyə vurub qayıtmalıdır. Sonra bəzi sarışan halları zamanı xəstələr saatlarla hamamda qalırlar, yuyunurlar. Əllərini bir 20 dəfə, 30 dəfə yuyurlar. Bundan da rahatlaşa bilmirlər. Onlara elə gəlir ki, hər tərəfdə infeksiya var, xəstəlik var və yaxud da toz, sirk var, bunlara bulaşdı. Onların yanına kimsə keçərsə, bir balaca toxunarsa, paltarlarını soyunub yuyulmağa verirlər. Bu da onların həyatlarında, işlərində ciddi problemlərə səbəb olur. Hətta elə xəstələr var ki, heç kimə toxunmasın deyə tam büzüşmüş vəziyyətdə gəzirlər, əlləri göydə gəzirlər. Öz yaxınları belə onlara toxunduqda gün ərzində bir 10-15 dəfə girib hamamda yuyunurlar. Sarışan halların digər biri, sarışan şübhələrdən kiçik bir misallar gətirmək istərdim. Belə xəstələrə, misal üçün, evdə qapını bağlayırlar, dəfələrlə, bir 15-20 dəfə qalxıb qapıya bir də baxıb qayıdırlar. Yəni, onlar rahat ola bilmirlər, sakit ola bilmirlər ki, qapı bağlıdır. Və yaxud da axşam yatırlar, qaz plitəsini söndürməklərinə görə şübhə yaranır bunlarda, yenə də bir 20-30 dəfə gedirlər, qaz plitəsinə baxıb gəlirlər. Demək, onlar səhərə qədər oyaq qalırlar. Yəni, özlərində rahatlıq tapa bilmirlər. Və bu da onların dediyim kimi həyatlarında ciddi problemlərə səbəb olur. Bunların səbəbi nədir, doktor? Bunların səbəbi, bir yaxud da dediyim kimi, sırf stres yükü. Bu da hamıda olmur, xüsusilə buna meyilli insanlarda olur. Meyilli insanlar dedikdə, yəni ailələrində nevrotik tip xarakterdə olan insanlar, ailə münaqişəsi, ailənin hansısa bir sosial və psixoloji durumunun nisbətən yaxşı olmaması bu insanlarda, xüsusilə də emosional zəif insandırsa, özünü biruzə verə bilər. Digər bir nevroz haqqında danışmaq istərdim. Demək, isterik nevrozlar. İsteriya sözü yəqin tamaşaçılarımıza çox danışdı, yəni bu çox işlədilir. Xüsusilə qadınlarda daha çox təsadüf olunur. O da onunla əlaqədardır ki, onların isterik xarakter tipinə daha meyilli olmaları ilə əlaqədardır. İlk öncə isteriya deyəndə qışqırmaq, çığırmaq, bağırmaq bu kimi hallar yadımıza düşür. Bəli, əsasən özünü belə göstərir. Xəstələr huşunu itirirlər, qıc olma, cəng olma tutmalarına bənzər tutmaları olur. Əllərində, ayaqlarında, çənələrində, boyun əzəllərində gözləri yumulur, çənə kilidləşir. Elə bir vəziyyət yaradırlar ki, güya huşlarını itiriblər, ətraf mühitlə tamamilə əlaqələrini kəsiblər. Amma itirməyiblər. İtirməyiblər. Səhvən həkimlərimiz, təcrübəsiz həkimlər bunu epilepsiya kimi qiymətləndirir və uzun müddət epilepsiya kimi müalicə edir, amma heç bir effekt əldə edə bilmirlər. Biz yoxladıqda elektroensefalografiya müayinəsi və digər müayinələr zamanı burada epileptik aktivliyi aşkar eləmirik. Bu tip xəstələrdə naşatır spirti ilətmək və onlara hansısa bir ağrı qıcıq vermək vasitəsilə biz aşkar eləyə bilirik ki, bu xəstələrdə epilepsiya deyil. Onlar həmin anda özlərinə gəlirlər. Bu ağrının və bu naşatır spirtinin çox kəskin bir iyi olur, özlərinə gəlirlər. Düzdür, bu xəstələr istəməzlər bunu eləsinlər, amma özlərindən asılı olmayaraq bunu edirlər. İsteriyanın digər formalarından demək istərdim. Yəni, bu qıc olma ilə özünü göstərir. Digər bir forması görmə pozğunluğu ilə müşahidə olunur. Xəstə bir həftə, 10 gün görmür, heç nə görmür. Yəni, ətrafdakılar bütün qohum əqrəbə yığışır, elə bilirlər, bu kör olub, görmə qabiliyyətini itirib, amma əslində o görür. Eşitmə pozğunluğu ilə ola bilər və ən çox təsadüf olunan bir forması var. İsterik mutizm deyirlər buna, yəni isterik lallıq. Xəstə hirslənir, balaca bir stressdən, gərginlikdən sonra nitq qabiliyyətini itirir. Heç kimlə kontakta girə bilmir. Yəni, özünü belə göstərir. Amma əslində, yəni, o kontakta girə bilər, nitq qabiliyyəti normaldır, sinir sistemində bir patologiya yoxdur. Bunda spesifik bir-iki sakitləşdirici dərman vasitəsilə xəstələr özlərinə gəlir, nitq qabiliyyəti və digər o saydığım itirilmiş funksiyalar bərpa olunur. Və bir şeyi də qeyd edeyim ki, düzdür, bu isterik nevrozlarda bu hallar olur. Bəzən bunu sinir sisteminin həqiqi orqanik xəstəlikləri ilə diferensiya etmək lazımdır. Bunun üçün, əgər çox şübhəli haldırsa, baş beynin kompüter tomogramma müayinəsi və digər müayinələrdən istifadə edirik. Fobik nevrozlardan danışmaq istərdim. Fobik nevroz, fobiya sözünün mənası qorxu deməkdir. Yəni, xəstələr özləri üçün bir qorxu mənbəyi seçirlər. Misal üçün, sakitlik yerdən qorxma, sakit yerdə otura bilmirlər, qapalı yerdən qorxma, liftə minə bilmirlər. Öz evlərində otağın kimsə arxadan qapısını bağlasın, hətta qapını sındıra bilərlər. O dərəcədə onlara qorxu gəlir. Bilirlər evdə adam var, sadəcə olaraqdansa bir səbəbdən bağlanıb.
O dərəcədə yəni qorxu, şiddət, həyəcan gəlir, özlərini idarə edə bilmirlər. Fobik nevrozlarda və isterik nevrozlarda panik atak deyilən belə bir hallar olur. Xəstələr huşunu itirir, ətraf mühitlə əlaqəsini kəsirlər. Yəni bu hallarda ola bilər. Yəni isterik nevrozda olan hallar bu fobik nevrozda da özünü biruzə verə bilər. Digər fobiyalardan, sosial fobiyalardan danışmaq istərdim. Sosial fobiya nədir? Bu ən çox uşaqlarda, gənc yeniyetmələrdə özünü göstərir. Misal üçün, hər hansı bir şəxs illərdir öz işi ilə məşğuldur. Fobiya olduğu üçün, bu nevrozla fobiya xəstəliyi yarandığı üçün artıq həmin işini icra edə bilmir. İşi icra edən zaman həyəcan yaranır bunda. Həddindən artıq aşırı dərəcədə həyəcan yaranır. Və yaxud da ki, iclaslarda çıxıb hansısa bir sözü demək onun üçün çox böyük bir çətinlik yaradır. Sonra adi insanlarla kontaktda olmaq onun üçün çətinlik yaradır. Qonaq gedərkən güclü həyəcan, qorxu gəlir və yaxud da onunla kim evinə qonaq gələn zaman güclü qorxu, həyəcan yaranır. Belə insanlar bəzən olur ki, ictimai nəqliyyatdan istifadə eləməyə çəkinirlər, qorxurlar, metrodan və digər nəqliyyat növlərindən. Uşaqlarda məktəb nevrozlarından danışmaq istərdim. Haradasa 12-13 yaşlarından sonra yaranır. Dərs danışmaq zamanı gələndə onlarda güclü qorxu, həyəcan yaranır. Xüsusilə də bəzi zəhmli müəllimlərin dərsində bu özünü biruza verir və bu da onların dərsə getməmək istəməsinə gətirib çıxardır, əsəblərinin daha da pozulmasına, depressiyalara gətirib çıxardır. Və bəzən valideynlər də bunu yaxşı oxumamaq kimi qiymətləndirirlər, uşağı danlayırlar. Amma birinci növbədə yaxşı olar, əgər bu hallar varsa, müraciət olunsun nevrologlara və spesifik müalicə götürülsün. Doktor, bəzən insanlar nevrozla psixik xəstəliyi, ruhu pozğuntunu qarışdırırlar. Bəli. Bax, istərdim buna aydınlıq verək. Nevroz ruhu xəstəlikdirmi və yaxud ruhu xəstəliyə keçə bilərmi, yoxsa yox? Demək xeyr, nevroz bir yaxda qeyd elədim, yəni funksional bir xəstəlikdir, sağalan, keçib gedən bir xəstəlikdir. Yetər ki, normal ona diaqnozu qoyulsun və normal müalicəsini qəbul edəsin pasientlər. Nevroz bir növ xasiyyətin tipidir. Yəni, hər adamda da nevroz olmur. Psixik xəstəliklər isə tam başqadır. Bunlar adətən ya genetik olur, ya da həddindən artıq keçirilmiş ciddi bir stressdən sonra yaranan bir xəstəlikdir. Çox nadir hallarda bəzi nevrozlar çevrilə bilər. Amma yenə də bunun həmin xəstələrin genindəmi və yaxud da ki, sinir sistemində hansısa bir patologiya olmalıdır ki, bu çevrilsin. Amma bir şey var ki, sərhəd mərhələsində duran xəstəliklər var. Hansı ki, bunlar psixik xəstəliyə keçə bilərlər. Sərhəd mərhələsi deyəndə bəzi nevrotik hallar var, onu nəzərdə tuturam. Yəni, bunların nevrozlara da aid olunur, psixoloji pozuntulara da aid olunur. Əgər bu xəstəliklər vaxtında müalicə olunmazsa, onda çevrilə bilirlər psixoloji problemlər. Misal üçün, elə buna biri somatoform pozunluqları misal göstərmək olar. Doktor, bax, söhbətimizin əvvəlində bir çox xəstəliklərin başında baş ağrısı sözü, kəlməsi durur. Bu, xüsusilə sinir sistemi xəstəliklərində də belədir. Bax, istərdim elə ona qaydaq. Baş ağrısının səbəbi nədir? Baş ağrısının yaradan nədir faktorlar? Demək, baş ağrılarının, doktor, sizi də qeyd elədi, bir çox səbəbləri var. Yəni, əsas səbəb kimi yorğunluğu, gərginliyi misal göstərə bilərik. Amma digər baş ağrıları yaradan səbəblər kimi arterial hipertoniya xəstəliyini nəzərdə tuta bilərik. Yəni, arterial təzyiqinin yüksəlməsini, hipotoniyanın, arterial təzyiqinin enməsini, osteoxondrozlar zamanı, yəni boyun fəqrələrində olan duzlaşma, lor dildə belə deyim, tamaşaçılarımız başa düşsün, zamanı yaranan baş ağrıları, beyin qan dövranının kəskin pozulması və xroniki pozğunluğu zamanı yaranan baş ağrıları və ən əsas günümüzdə daha çox təsadüf olunanını demək istəyirəm, miqren, gərginli tipli baş ağrıları və dəstə şəkilli tip baş ağrılarını yəni qeyd etmək istərdim. Miqren əsasən qadınlarda özünü biruza verir. Nə deməkdir? Dövrü olaraq təkrarlanan baş ağrı tutmaları ilə özünü göstərir. Dövrü olaraq təkrarlanan nə deməkdir? Yəni, elə pasientlərimiz var ki, onlarda ayda bir dəfə, eləsi var, həftədə 2 dəfə baş ağrıları tutur. Və bu ağrılar dözülməz şiddətli olur. Əsasən başın bir yarısında olur. Və ürək döyünməsini xatırladan xarakterdə olur. Yəni, pulsasiya edici xarakterdə olur. Xəstələr ürək bulanmadan, qusmadan ağrı zamanı şikayət edirlər. Gözlərinin qabağında ola bilər, hansısa bir işıqlar saçsın, sayrışsın və sakit qaranlıq yerdə uzanmaq istəyirlər. Niyə görə? Çünki işıq və səs həmin ağrıları gücləndirir. Miqren ağrılarının bir xüsusiyyəti ondan ibarətdir ki,
Belə xəstələrdə adi ağrı-kəsici dərmanlar, hansı ki, gündəlik istifadə edirik, onlar kömək eləmir. Spesifik miqren əleyhinə dərmanlar var ki, onlardan istifadə etməlidir. Müalicəsindən qısa bir məlumat verim. Demək, müalicə iki istiqamətdə aparılır. Profilaktik müalicə və tutmanın müalicəsi. Profilaktik müalicə adamlara aparırıq ki, onlarda ay ərzində 4 dəfədən, 5 dəfədən artıq tutmalar olur. Amma ayda 1 dəfə, 2 dəfə tutması olarsa, bu zaman ağrının müalicəsi. Spesifik yazdığımız bir həb vasitəsilə xəstələr bu ağrılardan azad ola bilirlər. Gərginlik tipli baş ağrıları da miqren baş ağrılarını xatırladan ağrılardır. Lakin bunlar ayda 3-4 dəfə yox, bütün gün boyu və aylarla davam edə bilər. Xəstəni narahat edə bilər. Düzdür, miqrendən fərqli olaraq bu zaman xəstələr deyirlər ki, başımız sanki bir kaskanın içindədir, başımızı sıxırlar. Bu zamanda adi ağrı kəsicilər kömək eləmir. Spesifik müalicə tədbirləri var ki, onlar həyata keçirilməlidir. Ürək bulanma qusmada müşahidə oluna bilər bu ağrılarda. Və bir də onu qeyd edeyim ki, tamaşaçılarımız üçün fikir versinlər. Əsas onlarda baş ağrını nə yaradırsa, əgər miqrenləri, gərginlik tipli baş ağrıları varsa, həmin şeylərdən uzaq olsunlar. Misal üçün, bəzi adamlar xüsusi səsküylü yerlərdən sonra, az qaldıqdan sonra, yəni yemək arasındakı məsafənin uzun olması zamanı, yorğunluq zamanı, yuxusuzluq zamanı baş ağrının yaranmasını hiss edirlər. Birinci növbədə profilaktika ondan başlamalıdır. Yəni bu zərərli səbəb aradan götürülməlidir. Səbəb aradan götürülməlidir ki, bu ağrıların sayı da az olsun. Yəni heç o ağrı kəsici dərmana ehtiyac olmasın. Çox sağ olun Elçin doktor. Maraqlı söhbətdir. Hörmətli tamaşaçılar, studiyamızın bugünkü qonağını bir daha sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonağı Modern Hospitalın həkim nevropatoloqu Elçin Piriyevdir. Elçin doktor, bir daha bizi izləyən dəyərli tamaşaçılarımız adından, eləcə də öz adımdan studiyamıza təşrif buyurduğunuza və qızıl zamanınızdan bir hissə bizə ayırıb bu cür gözəl informasiya verdiyinizə görə tamaşaçılarımıza sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, verilişimizin digər sponsoru Can Bəbə uşaq bezləridir. Yenilənmiş olan Can Bəbə bezləri yan batlarının sayəsində körpələrin vücudunu tam sararaq sızmaların qarşısını alır və rahat hərəkət etmələrinə kömək edir. Ontex-dən elastik can bəbəni sına. Bebek sen bak keyfine, takıl sen popona göre, özgürlük senin elinde, elastik can bebeğiyle, takıl sen popona göre, elastik can bebeğiyle. Yenilənən can bəbə elastik yan bantları sayəsində uşaqlarınızın bədənini tam şəkildə sarıyar, sızmaların qarşısını alar və rahat hərəkət etməsinə şərait yaradar. Ontex-dən can bəbə. Hörmətli tamaşaçılar, verilişimizin növbəti bölümünə keçid alırıq. Çəkiliş qrupumuz Ankara Medical Center'dan süjet hazırlayıb. Söhbətin nədən getməyini bilmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. Oynaq xəstəlikləri sırasında artrozlar əhəmiyyətli yer tutur. Heç təsadüfi deyil ki, bu xəstəliklər revmatik xəstəliklərin ümumiyyətlə 60-70%-ni təşkil edir. Artrozun ümumiyyətlə yaranma səbəbləri çox müxtəlifdir. Ancaq patogenetik olaraq artrozun yaranması haqqında bu fikir söylənilir ki, artrozlar oynaqların müqaviməti və oynaq üzərinə düşən yük arasında disbalans nəticəsində meydana çıxır. Əlbəttə, burada 3 variant mümkündür. Oynaqların müqaviməti bu və ya digər travma, müxtəlif patologiyalar, metabolik pozğunluqlar, digər problemlər nəticəsində aşağı düşə bilər. İkinci faktor ondan ibarətdir ki, oynaqlara düşən yük peşə nəticəsində müxtəlif fiziki hərəkətlər zamanı, gərgin fiziki hərəkətlər zamanı arta bilər və yaxud da bu iki faktor üstə düşə bilər. Oynaqların müqaviməti azalmışdır və oynaq üzərinə düşən yük də çoxdur. Bu zaman artrozun başlanmasına səbəb olacaq mexanizmlər işə düşməyə başlayır. Artrozlar sırasında isə daha çox hərəkət məhdudluğuna, ağrılara, həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olan diz oynaqlarının artrozları, başqa sözlə desək, qon artrozlardır. Ümumən bu xəstəlik nə şəkildə özünü büruzə verir? Artroz zamanı, diz oynağının artroz zamanı xəstələr əsasən səhər yuxudan duranda ilkin addımlarını çətin atdıqlarını deyirlər. Bundan sonra bir-iki addım atdıqdan sonra ayaqlar sanki açılır, qeyd edirlər ki, bundan sonra bir müddət normal yeriməyə başlayırlar və biraz yeriş davam elədikdən sonra isə dizdə ağrılar başlamış olur. Bu xəstələrdə hərəkət məhdudluğu gündən-günə artır. Bunlar ayaqlarını aşmaqda çətinlik çəkirlər, dizlərinin arxa hissəsində bir dartılma müşahidə
ifadə edirlər. Ayaqda bəzən şişkinlik olur, oynaq formasının dəyişməsinə rast gəlirik. Ağrılar özü müxtəlif ağrılar olur. Bunlardan mexaniki ağrılar vardır ki, hərəkət zamanı baş verir. Biraz əvvəl qeyd etdiyimiz start ağrıları vardır ki, bunlar hərəkətə ilk başladıqda baş verir. İltihabi xarakterli ağrılar vardır ki, ikincili artrit qoşulduqdan sonra artrozlara sakit vəziyyətdə bu xəstələr bir müddət yeridikdən sonra gəlib dincələn zaman, yatağa uzanan zaman çox ciddi ağrılara məruz qalırlar. Blok ağrıları vardır ki, bu xəstələr deyirlər ki, dizimi büktükdə sanki içəridə nəsə ilişir. Belə bunun nəticəsində, blok nəticəsində meydana çıxan ağrılar vardır. Spastik ağrılar vardır, ətraf əzələlərdə baş verən problemlər nəticəsində və bütün bunlar təbii ki, diaqnostik müalicə prosesində özünə məxsus əhəmiyyət kəsb edir. Diz oynağı əhəmiyyətli dərəcədə mürəkkəb bir oynaqdır və insanın hərəkətində çox əhəmiyyətli bir yer tutur. Və burada nələr vardır? Oynağı təbii ki, təşkil edən sümüklər, bununla yanaşı oynaqlara hərəkət, stabillik verən, müəyyən yan hərəkətlərdən qoruyan bağ sistemi vardır, vətərlər vardır, əzələlər vardır ki, bu hərəkəti təmin edən əzələlər vardır. Bundan başqa oynağa amortizasiya verən, oynaq səthini qoruyan qığırdaq səthi vardır. Bu qığırdaq səthi ilə yanaşı oynağın daxilində amortizasiyanı təmin edən, sürtünməni təmin edən və oynaq qığırdağını qidalandıran sinovial maye vardır. Sinovial qişa vardır ki, bütün bu komponentlər bir yerdə oynağın normal şəkildə öz funksiyasını həyata keçirməsinə və normal keyfiyyətli hərəkətin baş verməsinə, bu hərəkət baş verərkən də heç bir ağrının olmaması və komfortlu şəkildə həyatın sürülməsinə imkan verir. Artroz zamanı nə baş verir? Təbii ki, bu komponentlərin hər birində bu və ya digər dərəcədə dəyişilmə baş verir. Əzələ aparatında müəyyən zəifləmənin bir şahidi oluruq. Xüsusən bud əzələlərin, budun dörd başlı əzələlərində zəifləmə olur. Bağ aparatında bir qədər zəifləmə müşahidə olunur və əsasən burada baş verən dəyişikliklər oynaq qığırdağındadır. Artroz zamanı oynaq qığırdağında degenerativ destruktiv proseslər gedir. Belə ki, bu qığırdaq onu təşkil edən komponentlər zaman-zaman daha keyfiyyətsiz şəkildə orqanizm tərəfindən istehsal olunmağa başlar. Və bunun nəticəsində oynaq daxili proseslərdə ikincili iltihab başlayır. İkincili iltihab prosesinin başlaması artıq sinovial qişanı da bu prosesə məruz qoyur və sinovial qişanın iltihabı ilə artıq sinovit də bu prosesə qoşulduqda artıq diz oynağında ciddi bir patoloji prosesin olduğunu deyirik. Burada olan əsasən problem daha çox dizin iç hissəsində, daha çox iç hissədə rast gəlir. Məsələn, əksər xəstələr daha çox dizin iç aşağı hissəsində ağrının olduğunu deyirlər. Bu medial menskin yerləşdiyi sahədir. Çünki hərəkət zamanı ağırlıq bu bölgəyə daha çox düşdükdən həmin nahiyədə qığırdağın da dağılma prosesinə məruz qalma sürəti artmış olur və nəticədə iç menisklərdə daha çox deməli bu həssasiyyət artmış olur, dağılma prosesi gedir. Bəzən isə bu proses artıq meniskin cırılmasına, yırtılmasına və bununla da özünün yastıq amortizasiya funksiyasını yetərincə yaxşı həyata keçirə bilməməsinə səbəb olur. İkinci məsələ nədən ibarətdir? Oynaq mayesinin gedişatda nisbətən azalması və ya tamamilə yoxa çıxması. Oynaq mayesinin azalması nə verir? Oynaqda qeyd elədik, çox vacib olan funksiyalardan biri amortizasiya funksiyasıdır. Çünki yük oynağın üzərinə düşərkən sinovial maye buradan qığırdağın içərisində məsamələrə doğru hərəkət edir və qığırdağı qoruyur, amortizasiya işini görmüş olur. Ancaq sinovial mayenin azalması nəticəsində bu və ya digər səbəblərdən oynaq tədricən öz amortizasiya imkanlarını məhdudlaşdırır. Məhdudlaşma nəyə gətirib çıxardır? Oynaq qığırdağına birbaşa yükün daha çox düşməsinə və əgər bu qığırdaq da bir qədər keyfiyyəti azalmış şəkildədirsə, onun tez bir müddətində dağılmasına, ölçülərinin azalmasına gətirib çıxardır. İkinci bir səbəbdən oynaq mayesinin olmaması, oynaq səthlərinin bir-bir üzərində sürtünməsi zamanı mexaniki zədə əmsalının artmasını şərtləndirir və bu da oynağın sürətlə dağılmasına gətirib çıxardır. Bu xəstəliyin diaqnozunu qoymaqda bir sıra müayinələr bizə kömək edir. Bunlardan biri rengenoloji müayinədir. Rengenoloji müayinə zamanı
biz oynaq səthlərini dəyərləndirə bilirik. Oynaqda baş verən oynaq məsafəsinin daralmasını, osteofitləri, subxondral sklerozu bununla rentgenoloji olaraq dəyərləndirmək mümkündür. Ancaq biraz əvvəl qeyd etdik ki, təkcə bunlar yetərli deyil. Oynağın digər strukturlarını dəyərləndirmək üçün bizim üçün ən əlverişli müayinə üsullarından biri və ya bu günləri artıq birincisi demək ultrasəs müayinəsidir. Oynaqların ultrasəs müayinəsi hal-hazırda Avropada, Amerikada çox geniş yayılmışdır və revmatoloji praktikada ultrasəs müayinəsi olmadan keçirilmir demək olar ki. Oynaqların ultrasəs müayinəsi bizə nə verir? Ultrasəs müayinəsinin əvvəla bir sıra üstünlükləri vardır. Bu üstünlüklər ekonomik olaraq xəstələr üçün əlverişli şəkildə aparılması, ikinci bir tərəfdən bu müayinəni qocalara, uşaqlara, hamilələrə bu müayinələri etmək olur. Çünki ultrasəs müayinəsi tamamilə ziyansızdır və şua riski burada yoxdur. Ultrasəs müayinəsi müalicə prosesini dinamik qiymətləndirməyə imkan verir. Biz bu günləri xəstənin diz oynağını müayinə edirik və ona müəyyən müalicələr yazırıq. 10 gün sonra xəstəyə yenidən baxmaq lazımdır. Təbii ki, belə bir durumda digər müayinələri aparmaq olmaz, amma ultrasəs müayinəsi ilə biz apardığımız müalicənin nəticəsini dəyərləndirə bilirik. Oynaqda iltihabi prosesin nə dərəcədə olduğunu, oynağın qanlanmasının necə olduğunu, oynaqda var idisə patoloji maye əgər 10 gün əvvəl deyək, növbəti müayinə zamanı bu patoloji mayenin miqdarı artdı mı, azaldı mı və buna əsasən də təbii ki, növbəti addımları atmaq olur. Növbəti onu qeyd etmək olar ki, oynaq hərəkətli bir quruluş olduğundan məhz ultrasəs müayinəsi bizə imkan verir ki, heç də tək statik bir vəziyyətdə yox, oynağı hərəkətli vəziyyətdə dəyərləndirə bilər. Biz oynağa deyək ki, ekstensiya vəziyyətində açılmış vəziyyətdə də uzi ilə ultrasəslə baxa bilərik, həm də oynağın müəyyən bucaqlar altında bükülmüş vəziyyətlərində də baxa bilirik ki, bu da oynaq daxili strukturları, xüsusən kisələrin vəziyyətini, onların maye ilə dolmasını, buradakı digər komponentləri lazımi şəkildə dəyərləndirməyə bizə imkan verir. Ultrasəs müayinəsi bütün bu dediklərin baxımından olduqca əvəzsiz bir müayinə üsuludur. Biz bu müayinələrdə nə görürük? Xüsusən oynaq qığırdağının ölçüsünü dəyərləndirmək üçün ultrasəs əvəzsizdir. Ultrasəs müayinəsi zamanı artrozlu xəstələrin oynaq qığırdağında degenerativ dəyişikliklər biz görürük. Qığırdaq səthinin nahamar olmasını görürük. Qığırdaq ölçüsünün azalması, bununla yanaşı osteofitləri görürük. Hansılar ki, xalq arasında duzlaşma deyilən çoxlu sümük çıxıntıları vardır ki, bunları görmək imkanımız olur bizim. Bundan əlavə oynaq məsafəsinin, oynaq yarığı nə dərəcədə daralmışdır, bunu dəyərləndirmək mümkündür. Sinovial qişada hansı proseslər gedir? Sinovial qişada ikincili iltihab qoşulmuşdurmu? Menisklərin vəziyyəti necə? Menisklərdə yırtılma vardırmı? Menisklərin ümumiyyətlə degenerativ prosesi baş vermişdirmi? Buna biz qiymət verə bilirik. Və önəmli məsələlərdən biri oynaq daxili mayenin, patoloji mayenin və normal mayenin nə dərəcədə olması. Patoloji maye artmışdırsa, biz artıq müxtəlif reseslərdə, bursalarda mayenin artdığının şahidi oluruq və bu mayenin həm də nəinki artması, bununla yanaşı mayenin xarakteri, bu homogen xarakterlidir, heterogen xarakterlidir, bu maye sadəcə seroz bir mayedir, yoxsa qan qarışığı var və s. bunların hər birini ultrasəslə biz qiymətləndirə bilirik. Bundan başqa, normal oynaq mayesi varmı oynaqda və nə miqdardadır, azalmışdırmı, çoxalmışdırmı? Məhz bu bizə imkan verir ki, məsələn, xalq arasında bir söz var, oynağımın yağı qutarıb deyə belə bir istəyirlər də bəzən ki, oynaq mayesi köçürülsün. Ancaq oynaq mayesinin köçürülmə qərarını məhz ultrasəs müayinəsindən sonra vermək daha düzgündür. Çünki biz artıq bunda bilirik ki, oynaqda maye doğrudan da azalmışdır və ya yoxdur və bura o mayeni yeritmək olar. Bu, təbii ki, müalicə prosesinin daha əhəmiyyətli olmasına gətirib çıxardır. Müalicə prosesindən danışmışkən, yenə ultrasəs müayinəsinin bu prosesdəki tətbiqindən mən danışmaq istərdim. Ultrasəs imkan verir ki, dinamik olaraq müalicə prosesini biz normal dəyərləndirək və zaman-zaman müəyyən vaxtlardan sonra 10 gün, 1 ay, 6 ay oynaqda aparılan müalicə bizə nə verdi? Ultrasəslə biraz əvvəl adını qeyd etdiyim strukturlarda nələr baş verdiyini biz qeyd edə bilirik. Bundan başqa, oynaq daxili maye toplantısı, patoloji maye toplantısı zamanı və yaxud artroz xəstəliyində, diz oynağı artrozlarında dizaltı nahiyədə tez-tez rast gələn Beker kistlərinin müalicəsində ultrasəs əvəzsiz bir metodikadır. Çünki artıq bu zaman xəstəyə heç bir əməliyyata ehtiyac qalmır.
xəstənin əməliyyat riskinə məruz qalması, bundan sonra bir neçə gün yataqda qalması, hərəkət məhdudiyyəti və s. Bunlar arxada qalmış məsələlərdir artıq. Ultrasəs altında biz oynaqdakı Baker kisti olan nahiyyə daxil oluruq və bu kontrol altında oynaq daxili həmin o patoloji maye çəkilib çıxarılır, yerinə müvafiq dərman maddəsi verilir və xəstə birbaşa buradan artıq qalxıb öz işinə və yaxud evinə gedib istirahətini edə bilir. Yəni bu baxımdan ultrasəs çox əlverişlidir. İkinci növbədə, xəstələrdə sinovial maye olmadığı halda diz oynağına maye vurulması lazım gəlir ki, biraz əvvəl qeyd etdiyimiz amortizasiya, sürtünmə, qidalanma funksiyaları bərpa olunsun. Və bu mayenin lazımi şəkildə, lazımi şəraitdə, steril şəraitdə və əlbəttə ki, oynağın lazımi boşluğuna vurulması çox əhəmiyyətlidir. Çünki bu maye bəzən vurula bilir və birbaşa oynaq boşluğuna düşməyə bilər və onda da təbii ki, bunun verəcəyi effekti gözləmək yanlış olardı. Amma ultrasəs bizə imkan verir ki, həmin inyeksiyaları, oynaq daxili inyeksiyaları birbaşa ultrasəs kontrolunda oynaq başluğuna edək və mayenin hərəkətini izləyərək bilək ki, bu maye doğrudan da oynaq boşluğuna düşdü. Artrozlar olduqca mürəkkəb xəstəliklər olduğundan, təbii ki, bu xəstəliyin müalicəsində bütün istiqamətlərdən xəstəliyin üzərinə hücuma keçmək lazımdır. Öncə farmakoterapevtik müalicənin aparılması olduqca əhəmiyyətlidir. Bununla yanaşı fizioterapevtik müalicə zəncirində çox əhəmiyyətli bir yer tutur. Fizioterapevtik müalicə deyərkən ultrasəs terapiyası, maqnit lazer terapiyası, parafin aplikasiyaları, naftalan vannaları, iynə batırma, transdermal elektroneurostimulyasiya və s. misal gətirmək olar. Qeyd etmək istərdim ki, bütün bu müalicə üsulları Ankara Medical Centerdə yüksək səviyyədə qurulmuşdur. Burada qurulan naftalan vannaları, burada qurulan müasir aparatlarla təchiz olunmuş və olduqca hazırlıqlı tibb bazlarının çalışdığı fizioterapiya kabinetləri bu xəstəlikdə lazımi kömək eləməyə bizə imkan verir. Belə ki, bu metodikaların xəstəliyin səviyyəsinə, mərhələsinə, xəstənin ümumi səhhətinə uyğun olaraq həkim tərəfindən seçilib təyin olunması lazımdır. Bununla yanaşı dərman müalicələrinin aparılması gərək olur. Və bütün bu müalicələr bir yerdə xəstələrdə əhəmiyyətli dəyişikliklərə gətirib çıxardır. Bir də müalicə idmanının artrozlu xəstələrin müalicəsində olduqca böyük yeri vardır. Çünki biraz əvvəl qeyd elədik, oynaq mürəkkəb strukturdur, diz oynağı. Burada əzələlərin çox əhəmiyyətli rolu vardır bu oynağın stabilliyində və hərəkətində. Xüsusən də burada budun dördbaşlı əzələsinin üzərində qurulan bir sıra idman hərəkətləri, digər əzələlərin möhkəmlənməsinə yönəlmiş idman hərəkətləri oynağın normal şəkildə funksiyasını yerinə yetirməsinə olduqca böyük kömək edir. Təbii ki, bütün bunlar hamısı həkim nəzarətində olması lazımdır. Mən tövsiyə edirəm ki, diz oynağında ağrısı olan insanlar bu prosesin daha da dərinləşməsi baş vermədən, oynaqdakı degenerativ, destruktiv proseslər bəzən geriyə dönməz hala gəlmədən, bəzən isə kömək eləmək çox çətin olan stadiyaya girmədən həkimə müraciət etsinlər. Belə bir halda təkrar qeyd etmək istərdim ki, Ankara Medical özünün bütün imkanları ilə, avadanlıqları ilə və həkim mütəxəssisləri ilə sizlərin xidmətinizdə durmağa hazırdır. Verilişin baş sponsoru Modern Hospital, sponsoru Canbəbə uşaq bezləridir. Bax belə, hörmətli tamaşaçılar. Sağlıq olsunun bugünkü buraxılışı da maraqlı mövzular axınında bu cür sona çatdı. Sağlamlığına dəyər verən hər bir kəsi hər bazar günü ANS kanalında Sağlıq olsun verilişinə baxmağa dəvət edirik. Sağ olun, sağlıqla qalın. İnşallah gələn həftə görüşürüz.